Bakıda yaşlı kişi marketdə döyülüb. Hadisə Binəqədi rayonu Davudoğlu küçəsində yerləşən Rahat marketdə qeydə alınıb. Paytaxt sakini olan yaşlı kişi oba marketdən çörək və başqa qida məhsulları aldıqdan sonra həmin mağazanın emblemli torbası ilə Rahat marketə daxil olub. Burada o obada tapmadığı məhsul axtarırmış. Lakin burada da onu tapmadığı üçün obyekti tərk etmək istəyib. Bu zaman Rahat marketin mühafizəçisi olan 20 yaşlı Vidadi Qədimov ad-soyad şərtidir. Onu saxlayaraq torbada nə olduğunu soruşub. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Təqsirləndirilən şəxs bildirib ki, vəzifəsi marketdən oğurluq hallarının qarşısını almaqdır. Buna görə də həmin şəxsdən torbada nə olduğunu və onları haradan aldığını soruşub. Lakin müştəri kobud danışaraq sən kimsən dedi. Mühafizəçi olduğumu bildirdim. Düzdür, həmin vaxt formada deyil idim və iş vəsiqəm də üzərimdə götürməmişdim. Müştəri torbada nə olduğunu soruşduğum üçün çox əsəbləşdi və saymazyana söyməyə başladı. Əvvəl ona fikir vermədim, yanından uzaqlaşdım. Amma sonra gördüm ki, davam edir. Dözməyib qayıtdım və sifətinə yumruqla zərbə vurdum. Əməlimdən peşmanam. Zərər çəkinin sözlərinə görə zərbənin təsirindən geriyə gedib və huşunu itirərək yerə yıxılıb. Hadisə ilə bağlı Vidadi Qasımov barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Lakin məhkəmə istintaqı zamanı qəsdən sağlamlığa yüngül zərər vurma maddəsinə tövsif edilib. Binəqədi rayon məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs barəsində 8 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.